Deyək ki, bugün dostunuza 500 manat köçürmək istəyirsiniz. Bundan ötürü nə edirsiniz? Tətbiqi açırsınız, məbləği yazırsınız, göndər düyməsinə basırsınız. Vəssalam. Amma arxa planda nə baş verir? Heç bu barədə düşünmüsünüz? Hər şey doğrulama üzərində qurulub. Pul köçürmək, avtomobil satışı, ev alqı-satqısı, bunların hamısı bu adam həqiqətən bu pula sahibdirmi sualına cavab axtarır. Deməli, biz bir-birimizə etibar etmirik. Buna görə də mərkəzi orqanlara, yəni banklara, notariuslara, dövlət qurumlarına pul ödəyirik ki, onlar bu doğrulamanı bizim əvəzimizə etsinlər. Təsəvvür eləyin ki, bütün şəhərin əmlak sənədləri, bütün bank hesabları, hamısı bir kitabda saxlanılır. Bir serverdə və yaxud da bir binada. Bəs o bina yansa, o server hacklənsə, həmin kitab itsə, onda necə olacaq? Mərkəzləşdirilmiş sistemlərin ən böyük zəifliyi onların gücündədir. Hər şey bir nöqtədə toplanır. O nöqtə həm güc, həm də ən böyük zəiflik olur. Bəs bu problemi necə həll etmək olar? Cavab sadədir. O bir kitabı götür, milyonlarca sürətini çıxar və dünyanın hər yerindəki kompüterlərə paylaşdır. Bu artıq mühasibat dəftəri deyil. Bu paylaşılmış mühasibat dəftəridir. Təsəvvür elə ki, bir WhatsApp qrupundasan. Qrupda yazılan hər mesaj hamının telefonunda eyni anda görünür. Qrupa yeni bir mesaj yazılanda bu mesaj hamının tarixçəsinə əlavə olunur. İndi biri köhnə mesajı dəyişmək istəsə, bu alınmaz. Çünki digərlərində hələ də orijinalı qalır. Blockchain məhz belə işləyir. Hər əməliyyat hamı tərəfindən görülür, heç kim gizlicə dəyişə bilmir. İndi gəldik bu videonun ən vacib hissəsinə. İnsanların 90%-i kriptovalyuta və blockchain anlayışını bir-biri ilə qarışdırır. Blockchain bir texnologiyadır. Məlumatların saxlanma üsuludur. Kriptovalyuta isə bu texnologiyanın yan məhsuludur. Bunu belə düşünün. Mühərrik kəşf olundu. Avtomobil, motosiklet, traktor, bunların hamısı həmin mühərrikin üzərində quruldu. Mühərrik olmadan heç biri mümkün deyildi. Amma mühərrik avtomobil demək deyil. Eyni ilə blockchain internetdir. Kriptovalyuta isə e-postdur. İnternet olmadan e-post olmaz, amma internet yalnız e-postdan ibarət deyil. Bəs insanlar niyə mining, yəni mədənçilik edir? Onlar bunu pulsuz etmir. Onlar şəbəkəyə doğrulama xidməti göstərirlər. Mürəkkəb riyazi məsələləri həll edirlər ki, əməliyyatlar təsdiqlənsin. Buna proof of work deyilir. Müqabilində nə alırlar? Blok mükafatı, yəni kriptovalyuta. Onlar bankın etdiyi işi edirlər. Fərq budur ki, bank sizə komissiya ödədir. Blockchain isə onlara bitcoin ödəyir. İndi gəlin biraz gizlilik məsələsinə toxunaq. Blockchain-də bütün əməliyyatlar şəffafdır. Hamı görə bilər, amma kimliyin gizlidir. Buna pseudonymity deyirik. Bizim dildə buna ləqəb ya da təxəllüs demək olar. Təsəvvür edin ki, siz maskarada, yəni maskalı baloya gəlmisiniz. Hamı görür ki, maska nömrə 42, stoldan stola gəzir, şampan içir, rəqs edir. Amma maskanın arxasında kimin olduğunu heç kim bilmir. Blockchain-də ünvanınız var. Bu ünvan üzərindən edilən bütün əməliyyatlar görünür. Amma bu ünvanın arxasında kimin olduğu siz özünüz açıqlamayınca bilinmir. Bank ilə blockchain-i müqayisə eləyək. Bank istəsə hesabınızı dondurur, kartınızı bloklayır, əməliyyatınızı dayandırır, sizdən izahat tələb edir. Hətta müəyyən ölkələrdə hökumətin bir telefon zəngi ilə bütün varlığınıza əl qoyula bilir. Blockchain-də isə cold wallet, yəni soyuq cüzdan, internetə bağlı olmayan fiziki bir cihaz, private key, şəxsi açar, yalnız sizdə var. Bu açarı itirməyin, çünki blockchain-in ən güclü tərəfi həm də ən ciddi məsuliyyətidir. Azadlıq məsuliyyət gərəkdirir. Bank şifrəsini itirsəniz, şifrəni sıfırlaya bilirsiniz. Ancaq private key-i itirsəniz, heç bir müştəri xidməti yoxdur. Heç bir şifrəni unutdum düyməsi yoxdur.
məsuliyyət tamamilə sizdədir. Bu texnologiya niyə bu qədər əhəmiyyətlidir? Mərkəzi banklar pul çap edir, istədikləri qədər. Bu isə inflyasiya deməkdir. Pulunuzun dəyəri azalır. Bitcoinin isə maksimum 21 milyon ədəd sayı var. Nə bir dənə artıq, nə bir dənə az. Bu qıt resurs deməkdir. Məhz buna görə onu rəqəmsal qızıl adlandırırlar. Real dünyada El Salvador Bitcoini rəsmi ödəniş vasitəsi kimi qəbul etdi. Tesla bir vaxtlar Bitcoin ilə avtomobil satdı. Dünyada minlərlə şirkət blockchain texnologiyasını logistika, səhiyyə, maliyyə sahələrində tətbiq edir. Bu bir spekulyasiya deyil, bu davam edən bir inqilabdır. Mərkəzsizləşdirilmiş sistemlər daha sürətlidir. Çünki vasitəçi yoxdur. Daha ucuzdur, çünki komissiya yoxdur. Daha təhlükəsizdir, çünki insan korrupsiyası sistemin içinə girə bilmir. Blockchain sadəcə bir texnologiya deyil, bu etimadın yenidən qurulmasıdır.